Həmişə düşünürəm ki, ən çox da son vaxtlar ki, bu İbrahim Tatlısəsə birdən-birə nə oldu? Onu kim qarğıdı? Onu kim belə dedi, töhmətlədi, tənqid etdi. Ən çox deyərdim ki, belə bizdə var da, kimsə sevməyəndə, kimsə işimizə yaramayanda deyirlər ki, mən onu qarğıdım, nə bilim, atasını söydüm, anasını söydüm, özünü söydüm, onu Allaha tapşırdım. Elə İbrahim Tatlısəs də elə mən düşünürəm ki, Allaha tapşırılıb. Çox böyük bəstəkarmış Şəfiq Axundova. Mən bilmirəm, amma deyirlər ki, Şərq ölkəsində ilk bəstəkar opera yazan bizim Şəfiq Axundova olub. Belə deyirlər, biz də hər dəfə təkrarlayırıq. Bəlkə də digərləri olub, hələ açıqlanmır, amma Şəfiq Axundova üçün deyiblər. Şəfiq Axundovanın bir mahnını oxumuşdu İbrahim Tatlısəs. Həm də o filmlərdə də səslənirdi. Mən də görmüşdüm, izləmişdim. Özümə belə fəxarət bilirdim ki, gör Azərbaycan bəstəkarı, həm də qadın olarsan, sənin mahnın filmlərdə səslənsin. Kimsə belə İbrahim Tatlısəsin hansısa bəstəkarın mahnısını oxuması onun üçün həm şərafətdir, həm şöhrətdir, həm də doğrudan xoş bir haldır da. Və İbrahim Tatlısəs Azərbaycana və Bakıya gəlmişdi. Şəfiq Axundova dedi ki, bizə gəldi, mənimlə görüşdü. Dedi ki, bu günləri İbrahim Tatlısəsin əl oyunlarında yox, Tbilisi prospektində olan oyun zalı var, konsert orada olmalıydı. Dedi ki, ora gedirəm, onunla görüşəcəm, çalışacağım onunla görüşüm və mənim mahnımı ifa etdiyini və filmdə də, məhz İbrahim Tatlısəsin çəkildiyi filmdə də səsləndiyini bildirəcəm və gedib İbrahim Tatlısəs konsertdən çıxıb, Şəfiqə xanım sonra gəldi mənə danışdı, əlində raki, şüşəsi, köynəyinin qabağı açıq, bircədən şalvarının demək olar ki, elə siz də mənə baxışdın, deyir, zamuku da aşağı idi, içə-içə belə. Deyir, mən onu nə qədər anlatmağa çalışdım ki, o mahnı mənimdir, Şəfiq Axundovanındır və mən bəstəkaram. Deyir, o rakini içə-içə dodaqlarından, bığlarından, deyir, belə damcılar yağa-yağa, düymələr açılıb sinəsi, belə sinəsinin tükləri, hamı çöldə. Deyir, heç məni dinləmədi. Heç məni dinləmədi və mən o vaxtdan bildim ki, İbrahim Tatlısəs elə tərbiyəsizdir və həmişə düşünürəm ki, Şəfiq Axundovanın ahı onu tutdu. Bax, mən belə düşünürəm və Şəbnəm doktorumla danışıram. Əlaqə nömrəsi buradadır, həkim kosmetoloqum. Hər biriniz onun yanına gedə bilərsiniz, üzünüzdə olan problemləri həll edə bilərsiniz, gözəlləşə bilərsiniz, problemləri aradan qaldıra bilərsiniz. Sara Səfra Bahadurdan, düzdür, barmağımı belə sevmirsiniz. Bu da məndən gələn bir təsdiqdir. Yəni, mən Sara Səfrayam.